Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün biz Qarabağ kətəsi hazırlamaq istəyirdik. Dedik sizin üçün də maraqlı olar, çəkib sizinlə də paylaşmaq istədik. Əgər maraqlıdırsa bizimlə qalın. Həmişə bu şirniyyatı südlə və ərzaqları da gözə yarı götürərək hazırlayırıq. Çox dadlı alınır. Bu dəfə istədik ki, standartlara uyğun hazırlayaq. İndi deyəcəksiniz ki, siz hardan bilirsiniz ki, standartlara uyğun necə olur? Mənim babam qənnatçı olub. O vaxtın məşhur qənnadi fabriklərindən birində işləyib. Babamın kitabı var. Resepti həmin kitabdan götürmüşüm. Gördüyünüz kimi burada həm şirniyyatın resepti var, Qarabağ kətəsinin resepti var və onun hazırlanma qaydası standartlara uyğun, burada şəkli də var. Görüntüsü necə olmalıdır, rəngi. Hamısı standartlara uyğun. Bir kətənin çəkisi nə qədər olmalıdır, hamısı verilir. Biz indi resepti oradan götürmüşük. Şirniyyat 2 hissədən, xəmirdən və içlikdən ibarətdir. Xəmir üçün lazım olan ərzaq. 200 qramlıq stəkanla 5 stəkan bölür 650 qram un, yarım stəkan, bu da 200 qramlıq stəkanla şəkər tozu. Yaxşı olar ki, daha dəqiq olması üçün qramla götürəsiniz. Yoxdursa, stəkan ölçüsü ilə də sizə rahat olması üçün deyirəm. Videonun altında da yazacağım dəqiq ölçüləri. 75 qram kərə yağı, bu təxminən 3 dolu xörək qaşığı eləyir. 3-4 xörək qaşığı. 1 bağlama şəkərli vanil, 10 qram yaş maya, quru mayadırsa 1 silə çay qaşığı. 1 ədəd yumurta, apardığı qədər su və yarım çay qaşığı duz. Bu xəmir üçün lazım olan ərzaqlar. İçlik üçün lazım olan ərzaqlar. Deməli, onun miqdarı 2 stəkan yarım, bu da 200 qramlıq stəkandan. Şəkər tozu 4-də 3 stəkan. 200 qramlıq stəkanın 4-də 3-ü qədər şəkər kirşanı, daha doğrusu. 160 qram ərinmiş kərə yağı, 1 bağlama şəkərli vanil və üzərinə çəkmək üçün 1 ədəd yumurta. Qeyd olunub ki, xəmir opara üsulu ilə hazırlanır. Yəqin ki, resepti göstərəndə fikir verdiniz ki, həmin resept sənaye üsulu üçün olduğu üçün orada 100 kilo, 1 ton məhsul üçün verilir resept. Biz onu bölüb hazırlayırıq. Amma orada qeyd olunub ki, opara üçün ümumi götürülən unun 5-də 1 hissəsi, bir qədər şəkər tozu və 30-35 dərəcəli su əlavə olunur. Opara hazırlanır. 1 saat, saat yarım bu saxlanılır ki, qıcqırsın. Biz də indi həmin qaydada, deyilən qaydada hazırlayırıq. Şəkər tozunu, unu, mayanı və 30-35 dərəcəli suyu əlavə edirik. Balatı hazırlayırıq. Baxın, belə bir balatı hazırlayırıq. Baxın, bu qıvamda. Və üzərini bağlayıb isti bir yerə qoyuruq ki, qıcqırsın. Artıq balatımız hazırdır. Gördüyünüz kimi köpüklənib, qalxıb, qıcqırıb. Hazırlama qaydasına uyğun olaraq biz birinci kərə yağını, bir daha təkrarlayıram, dəqiq ölçüləri videonun açıqlama hissəsində yazacağıq, oradan baxa bilərsiniz. 1 ədəd yumurtanı, şəkər tozunu, şəkərli vanili və 1 silə çay qaşığı duzu. Normal çay qaşığı ilə yarım çay qaşığı. Çünki bu qabın qaşığı balaca qaşıqdır. Bu ilə 1 silə tökdük. Bunları bir-birinə qarışdırırıq.
Kitabda necə deyilirsə, biz də həmin qaydada təkrarlayırıq. 3-4 dəqiqə yaxşı qarışdırandan sonra balatını üzərinə əlavə edirik. Balatını sıyırıp qarışığın üzerine əlavə etdik ve üzerinden unu əliyirik. Suyu əlavə edib xəmiri yoğururuq. Biraz qarışdırdıq və əlimizlə yoğurmağa davam edirik. Artıq xəmirimiz hazırdır, yoğurduq. Baxın, belə bir qulaq məməsi yumşaqlığında xəmir yoğururuq. Bizim balatıya 200 ml su əlavə etmişdik. Xəmirə də 200 ml yaxın əlavə elədik. Ümumi təxminən 400 ml su istifadə elədik. Üzerini bağlayıb isti bir yerə mayalanmağa qoyuruq. Xəmiri hazır yoğurub mayalanmağa qoyduq. İndi içliyi hazırlayırıq. Bunun üçün kərə yağını hazırlayacağımız qabın içərisinə əlavə edirik. Ve mikserle bir qədər çalırıq. Yağı bir qədər çalıb gördüğünüz kimi ağartdıq. İçərisinə şekerli vanilin ve şeker kişanını əlavə edib yenə də çalırıq. Kişanlı ve vanili əlavə edib biraz da çaldıq. İndi üzərinə unu əlavə edib qarışdırırıq. Onu ələyirik həmişə olduğu kimi. Baxın, belə bir ovuntulu içlik hazırlayırıq. Əlimizin içərisini sıxanda formasını saxlayır, amma ovulan bir içlik hazırlayırıq.
kənara qoyuruq. Artıq xəmirimiz hazırdır, mayalanıb. İndi işə başlaya bilərik. Xəmirin yuxayan üzərinə boşaldırıq. Pendir formasına salıb hissələrə bölürük. 250 qramlıq hissələrə bölürük. Gördüyünüz kimi 5 hissəyə ayırdıq. İndi həmin hissələri gündəliyib yığırıq. Gündəliyəndən sonra üzərini örtdük ki, bir qədər yer mayası alsın. Bu vaxta qədər içliyi də 5 bərabər hissəyə böldük. Gördüyünüz kimi toplar şəklində yumurladı. İndi kətələrimizi hazırlaya bilərik. 5-6 mm qalınlığında yayırıq əlimizlə. Bu şəkildə. İçərisinə işlikdən qoyuruq. Və kənarlardan mərkəzinə doğru bu şəkildə birləşdiririk. Və əlimizlə yastıqladırıq. Və yenə də əlimizlə 1,5-2 sm qalınlığında yayırıq. Yayıb sobanın tavasına yerləşdiririk. Sobanın tavasını kərə yağı ilə yağlamışıq. Ərinməmiş kərə yağı çəkmişik və digərlərini də həmin qaydada təkrarlayırıq. Bir qədər göstərim. Məncə bəsdir, sizə aydın oldu. Bu şəkildə əlimizlə açırıq. İçliyi içərisinə tən orta hissəsinə qoyub biraz yayırıq. Və kənarlarından mərkəzinə doğru birləşdiririk. Bu şəkildə və 1,5-2 sm qalınlığında yayırıq, sobanın tavasına yerləşdiririk. Bu qaydada digərlərini də edirik. Gördüyünüz kimi hamısını hazırladıq. Üzərini pinqvin paketlə örtürük ki, qurumasın. Bir qədər belə yer mayası alır. Bir qədər gözlədəndən sonra bir dənə yumurtanın sarısını ağından ayırırıq. Ancaq sarısından istifadə edirik. Siz istəsəniz ağını da buna qata bilərsiniz. Amma biz ancaq sarısından istifadə edirik. Yaxşı çalırıq. Və fırça ilə kətələrin üzərinə çəkirik.
Üzerine yumurtanın sarısını çekenden sonra üzerinden bakın bu şekilde nakışlar vururuq. Ve bir iki yerden böyle deşiği açırıq ki içerisinde olan havası çıxsın. Ve eyni qaydada digərlərinin də üzərinə bu şekilde çəngəllə nakış vururuq. Üzerine nakış vurandan sonra 200 derece sobada hazır olana kadar pişiririk. Şimdi sobaya. Artık birinci listi sobadan çıxartdıq. 2 kətəmiz artıq pişirdən hazırdır. Taxtanın və yaxud dəmir şəbəkənin üzərində soyduq və digərlərini də eyni qaydada üzərinə yumurtanın sarısını çəkib nakış vurub sobaya qoyuruq. Artıq kətələrimizin hamısı hazırdır. Gördüyünüz kimi yoğurduğumuz xəmirdən 5 ədəd kətə alındı. İndi mən onu soyayanlardan birini kəsib sizə içərisini göstərmək istəyirəm. Çox gözəl ətri gəlir. Baxın belə. Bu şəkildə alınır. Səhər yeməyi üçün, çay süfrəsi üçün çox gözəl bir şirniyyatdır. Siz də hazırlayın. Çox gözəl alındı. Reseptlə də çox gözəl alındı. Əgər bəyəndinizsə bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, ailəlikcə şirin-şirin yeyin. Nuş olsun.